Azərbaycan milli hüquq sistemində beynəlxalq əməkdaşlıqlara xüsusi önəm verir. Bunu ASTV xəbəri eksklüziv müsahibəsində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib. Qlobal belə prizmadan baxsaq, dəyişən belə bir dünyada Azərbaycan öz stabiliyini qoruyub saxlayır və biz hər zaman dialoqa açığıq və biz öz həmkarlarımızla hər zaman və Konstitusiya Məhkəməsi olaraq bizim beynəlxalq əməkdaşlığa çox böyük önəm veririk. Ona görə təsadüf deyil ki, bu günləri bizim həmkarlarımız burada toplaşıb və biz hesab edirik ki, Konstitusiyanın əsas fundamental hüquq və prinsipləri, dəyərləri bizim üçün çox vacibdir və biz Konstitusiya Məhkəməsinin qərarlarında da bunu açmağa hər zaman hesab edirəm ki, çalışırıq və müvəffəq